Yusufu yes'alut təftişə. Yusuf təftiş istəyir. Təftiş, yəni araşdırılmasını istəyir. Yəni onun başına gələn bu hadisənin araşdırılmasını istəyir. وَلَمَّا جَاءَ الرَّسُولُ إِلَى يُوسُفَ Ne zaman ki elçi Yusuf'un yanına geldi ve قَالَ لَهُ ona belə dedi: İnnel melike yed'uke. Şüphesiz ki padişah seni çağırır. Ma radiye Yusufu en yahruce mine's-sicni hakaza. Ve Yusuf zindandan bu cür ve bu halda çıkmasına razı değildir. Qəbul etmirdi. Ma radiye razı değildir ve qəbul etmirdi. Yusuf en yahruce. Çıxmaq mine's-sicni. Zindandan çıxmağı bu cür çıxmasını qəbul etmirdi. Və yəqulun nasu haza Yusuf. Və insanlar deyirlər ki, budur Yusuf. Haza kənə əmsi fis-sicni innəhu xanən azizə. Bu dünən zindandaydı. Şübhəsiz ki o əzizə xəyanət etmişdir. Yəni bu fikirdəydi insanlar. İnsanlar onun dalınca bu cür danışırdılar ki, dünən türmədə olub, bugün artıq padişahın yanında işləyir. Bu xəyanətkar, satqın bir insandır. Ona görə nə dedi Yusuf? İnne Yusufa kâne kəbiran nəfsi əbiyyen. Yusuf kəbiran nəfsi uca olan, yəni şərəfli biri idi. Əbiyyən də, yəni zəlil birisi değildi. Zəlilliyi qəbul etməyən idi. Yəni bir sözlə Yusuf qürurlu və zəlilliyi qəbul etməyən idi. Kəbirun nəfs bu ikisi bir sözdür. Qəlibdir. Onu belə əzbərləmək lazımdır. İnne Yusufa kâne kəbiral əqli zəqiyyən. Yusuf yəni böyük ağıllı insan və zəkalı idi. Yusuf ağıllı və zəkalı insan idi. Və yaxud da kəbirəl əqli çox ağıllı və zəki insan idi. Ləv kənə əhədun məkənə Yusufə fis-sicni. Əgər zindandakilərdən biri Yusufun yerində olsaydı və cəəhu rasulul məliki və padişahın elçisi onun yanına gələrsəydi, qalə ləhu rasulul məliki və ona padişahın elçisi belə desəydi, innəl məliki yəd'uke və yəntəziruke, padişah səni çağırır və səni gözləyir, ləəsra'a həzər rəculu ilə bəbis-sicn. Və bu kişi zindanın qapısına tələsər və xaraca və çıxardı. Doğrudan da insanların halı belədir ki, bu halda insanların çoxu padişahın təklifini qəbul edib çıxardı. وَلَكِنَّ يُوسُفَ لَمْ يُسْرَعْ. Lakin Yusuf tələsmirdi. Sara'a tələsmək, ləm. Yusra tələsmirdi. وَلَكِنَّ يُوسُفَ لَمْ يَسْتَعْجِلْ. Lakin Yusuf yenə tələsmirdi. Acələ, yəni Türk dilində belə söz var, acələ etmək, tələsmək, yəni ləm yəstəcil tələsmirdi. Yəni bu da bizim dildə o mənada gəlir ki, tələsmək mənasında gəlir. Ləm gəldiyi üçün inkar edirik. Ləm yəstəcil tələsmirdi. Bəl qalə li rasulil məliki və padişahın elçisinə belə dedi. Bəl əksinə, bilakis, yəni və yaxud əksinə padişahın elçisinə belə dedi. Ənə uridu təftiş. Mən məsələnin araşdırılmasını istəyirəm. Təftiş, yəni araşdırmaq. Təftiş, araşdırmaq. Ənə uridul bəhsə ən qadiyyəti. Mənim məsələmi araşdırılması istəyirəm. Bəhsu, axtarmaq, araşdırmaq bu nədə gəlir? Bundan sonra ən hərfi gəlir. Qadiyyəti, mənim işim haqqında araşdırılmasını istəyirəm.
Və səələl məliku ən Yusufə. Və padişah Yusuf haqqında soruşdu. Və aliməl məliku. Yəni öz yaxınlarından soruşur ki, Yusuf nə oldu, harda qaldı? Sonra dedi ki, və aliməl məliku, və padişah bildi ki, və alimən nəsu ənə Yusufə bəriun. Üzr istəyirəm. Yəni padişah Yusufun məsələsi haqqında araşdırdı. Sələ burada araşdırmaq, soruşmaq yox, araşdırmaq mənasına gedir. Və sonra deyir ki, və aliməl məliku. Və padişah da bildi, və alimən nəsu, insanlar da bildi ki, ənə Yusufə bəriun. Şübhəsiz ki, Yusuf günahsızdır. Yusufun günahsız olduğunu insanlar da, padişah da bildi. Və xaraca Yusufu bəriən. Və Yusuf günahsız olaraq zindandan çıxdı. Və əkraməhul məliku. Və ona padişah yaxşılıq etdi, yaxşı davrandı.